Namaz da dedik ki, şəhadətdən sonra İslamın ən böyük rüknudur. Və bilirsiniz ki, ibadətlərin növləri var. Onlardan birincisi nədir? Bədəni ibadətlər. Və namaz bu ibadətlərdən birisidir və birincisidir. Ki, insan öz bədəni ilə Allaha ibadət edir. Buna deyirlər ki, bədəni ibadət. Və namaz o ibadətlərdəndir ki, onun tərkində heç bir üzr yoxdur. Ona görə şəhadətdən sonra ikinci yerdədir. Tərkində heç bir üzr yoxdur. Yəni, məsələn, adamın imkanı yoxdur, zəkat vermir, həcc eləmir, sağlamlığı yerində deyil, oruç tutmur, cihad edə bilmir, qurban kəsə bilmir, filan əməli edə bilmir. Amma namaz üçün belə bir üzr yoxdur. Bir dənə son hədd nədir? Adam elə bir haldadır ki, uzanıb, hətta bədənini də tərpədə bilmir. Yalnız gözünü qırpıdır. Hətta bu məqamda belə Şeyxülislam İbn Teymiyyə rahmetullah deyir, ona vacibdir ki, o halda öz qəsdi ilə, hətta göz qapaqlarını tərpədərək öz içində ibadət eləsin. Hətta o məqamda namazı tərk etməyə heç bir üzr yoxdur. Ona görə alimlər namazın tərkində ixtilaf ediblər. Ki, namazı tərk edən dindən çıxır ya yox. Bu böyük ixtilafdır. Çünki namazın tərki üçün heç bir üzr yoxdur. Və namaz o ibadətlərdəndir ki, gündəlik ibadətlərdəndir. İllik, ömürlük ibadətlərdən deyil, gündəlik ibadətlərdəndir. Və tərk olunması üçün heç bir üzr olmuyor.